İman olmadan insan zamanın dəyərini bilə bilməz. İman olmadan insanın zamanı dəyərli, qiymətli, mənalı, başlıcası da Allah istəyən kimi keçə bilməz. İman olmadan insan ömrünü Allahın razılığını əldə edəcək şəkildə başa vura bilməz. İmanlı olmaq, ömrü mənalı yaşamaq, ömrü Allah istəyən şəkildə yaşamaq mənasına gəlir. İnsan salih əməl sahibi də olsa bu dünyada yaşayır, salih əməl sahibi olmasa da bu dünyada yaşayır. Amma salih əməl ömrə bəzəkdir, ömrə zinətdir. Yəni yaşadığın ömrü salih əməllə, salih əmələ daxildir, Allahın razılığını əldə etmək üçün, məsələn, özün cəmiyyətdə faydalı insan olmağın, fərdi və ictimai məsələlərdə aktivlik, məsələn, məscid tikintisi, məktəb tikintisi, körpünün salınması, yolun çəkilməsi,